Həkimlik təcrübəm dövründə cəmi 2 bu şəkildə xəstə gördüm və xəstələrdən biri çox təəssüf ki, dünyasını dəyişdi, birini isə bu şəkildə gördüyünüz qızı isə xilas edə bildik. Travmadan sonra göz ətrafında dərin morarmalar görürsünüzsə, qansızmalar görürsünüzsə, təcili gecikdirmədən həkimə müraciət edin. Birinci söylədiyim xəstə velosipeddən yıxıldıqdan sonra göz ətrafında bu şəkildə morarmaları olmuşdur və həkimə gələndə artıq vəziyyət gec idi, çünki baş beyin qansızması da inkişaf etmişdi. Lakin bu xəstəmiz isə bizə müraciət etdikdə sadəcə göz ətrafında qansızmaları müşahidə etdik və aparılan müayinələr nəticəsində xəstəyə İTP diaqnozu qoyduq, yəni idiopatik trombostopenik purpura diaqnozu qoyduq. Vaxtında müalicə etdikdən sonra xəstəmiz sağlıqlı bir şəkildə evinə yola salındı. Xəbərsiz olduğunuz bu vəziyyət adda yatan ağır xəstəliklərə səbəb ola bilər. İTP, leykoz dediyimiz qan xərçəki kimi ağır xəstəliklər bu vəziyyəti yarada bilər. Vaxtında həkimə müraciət etsəniz, vaxtında da doğru düzgün müalicə alsanız, uşağın həyatını xilas etmiş olarsınız.